Bugün bəlkə də bir çoxumuzun eşitməkdən qorxduğu, amma hər gün göz-göyə baxanda içində pıçıldadığı o sualdan danışacağıq. Əgər mən bu qədər ağıllıyamsa, niyə hələ də istədiyim həyatı yaşamıram? Niyə cibim boşdur? Bu videoda biz sadəcə puldan danışmayacağıq. Biz ağıl anlayışının altındakı yalanlara diqqət yetirəcəyik. İnsanları ağıllı və ya ağılsız edən nədir? Niyə bəzi insanlar kitabxana kimidir, amma həyatları xarabalıqdır? Deyinmək adlı o zəhərli vərdiş bizi necə batırır? Və ən əsası, həqiqi ağıl nədir? Diplom, yoxsa duyğu? Əgər hazırsınızsa, gəlin bu ağrılı, amma bir o qədər də lazım olan həqiqətlərlə üzləşək. Ümumiyyətlə, ağlın tərifi nədir və biz harda yanılırıq? Gəlin dürüst olaq, biz çox vaxt kiməsə ağıllı deyəndə nəyi nəzərdə tuturuq? Məktəbdə 5 alanmı, yoxsa 5 dildə danışanmı? Bəlkə hər mövzuda bir fikri olanı. Cəmiyyətdə belə bir mif var. Çox oxuyan ağıllıdır. Amma reallıq başqadır. Tarixi faktları, coğrafiyanı və ya fizika düsturlarını əzbərləmək səni sadəcə bir məlumat anbarı edir. Əgər bu məlumat sənin həyatına toxunmursa, səni daha yaxşı bir insana çevirmirsə və ya rifahını artırmırsa, o sadəcə beyindəki ölü yükdür. Thomas Edison'un çox məşhur bir sözü var. Görmə qabiliyyəti və ya ağıl tətbiq olunmadıqda o sadəcə halüsinasiyadır. Yəni sən dünyanın ən dahi ideyasına sahib ola bilərsən, amma onu həyata keçirmək üçün bir addım atmırsansa, sənin o ağıllı ideyanla bir xəyalpərəstin sayıqlaması arasında heç bir fərq yoxdur. Ağıl nəticə ilə ölçülür. Əgər nəticə yoxdursa, ortada olan şey ağıl deyil, sadəcə məlumatlı olmaqdır. Burada çox incə bir xətt var. Bir çox insan düşünür ki, ağıllı insan mütləq dürüst və yaxşı olmalıdır. Təəssüf ki, yox. Tarix ən böyük cinayətləri törədən dahi beyinlərlə doludur. Amma ali ağıl dediyimiz şey mütləq empatiyadan keçir. Çünki əsl zəka digər insanlarla harmoniya qurmağın, birliyin gücünü anlamağın ən qısa yol olduğunu bilir. Ağılsız olub yaxşı insan olmaq mümkündürmü? Əlbəttə. Amma bu yaxşılıq çox vaxt passivdir. Ətrafınızda belə adamları görmüsünüz. Hər gün işindən narazıdır. Hər gün ölkənin vəziyyətindən, qiymətlərdən, müdirindən şikayət edir. Amma ertəsi gün yenə həmin işə gedir, həmin adamlara gülümsüyür və heç nəyi dəyişmir. Buna psixologiyada deyinmək deyilir. Şikayət etməklə deyinmək arasında dağlar qədər fərq var. Şikayət etmək rəsmi bir hərəkətdir. Sən bir problem görürsən, onu dilə gətirirsən və həllini tələb edirsən. Həll olunmursa, başqa bir yol axtarırsan. Deyinmək isə ruhun çürüməsidir. Sən danışırsan, amma hərəkət etmirsən. Bu insanlar əslində dəyişiklik istəmirlər. Onlar sadəcə öz uğursuzluqlarına haqq qazandırmaq üçün günahkar axtarırlar. Deyinən insan hər dəfə mənfi danışanda beynindəki dopamin və kortizol balansı elə bir yerə çatır ki, o artıq həmin vəziyyətdən zövq almağa başlayır. Bəli, yanlış eşitmədiniz. Şikayət etmək bəzi insanlar üçün bir narkotik kimidir. Onlar özlərini haqlı qurban kimi hiss etməyi, bir şeyləri dəyişdirmək üçün risk götürməkdən daha üstün tuturlar. Aristotel deyirdi, biz təkrar etdiyimiz şeylərdən ibarətik. Əgər sən hər gün eyni şeylərdən deyinib, eyni şeyləri etməyə davam edirsənsə, sənin o ağıllı beynin sənin ən böyük zindanına çevrilib. Bu hal səni inkişafdan saxlayır, çünki bütün enerjin ağızdan çıxan sözlərə gedir, əldən gələn işə yox. Bir də çox kitab oxumaqla öyünən bir təbəqə var. Onlar hər mövzuda bir sitat gətirə bilərlər. Amma həyatlarına baxanda görürsən ki, hələ də 10 il əvvəlki nöqtədədirlər. Çünki onlar intellektual onanizm ilə məşğuldular. Yəni, sadəcə öyrənməyin verdiyi o saxta həzlə yaşayırlar. Kitab oxumaq onlar üçün bir qaçış yoludur. Real həyatın çətinliklərindən, rəqabətdən, uğursuzluq qorxusundan qaçıb, kitabların arasındakı o təhlükəsiz zonaya sığınırlar. Friedrich Nietzsche bu barədə çox sərt deyirdi. Çox oxumaq ruhu zədələyir. Özləri düşünə bilməyənlər başqalarının fikirləri ilə öz boşluqlarını doldurmağa çalışırlar. Bəs onda ağıllı kimdir? Ağıllı insan emosional zəkası yüksək olan insandır. Bəs emosional zəka nədir? Özünü tanımaq, niyə qəzəblənirsən, niyə qorxursan, niyə hərəkətə keçmirsən suallarını verə bilmək, özünü idarə etmək,
Tənbəlliyinə qalib gələ bilirsənmi? Duyğuların səni idarə edir, yoxsa sən onları? Empatiya qura bilmək, qarşındakı insanın nə istədiyini anlaya bilirsənmi? Əgər sən çox bilirsən, amma insanların nə istədiyini hiss etmirsənsə, sən heç vaxt zəngin ola bilməyəcəksən. Çünki satış bir duyğu ötürməsidir. Liderlik bir duyğu idarə etməsidir. Zənginlik insanlarla qurduğun əlaqələrin nəticəsidir. Gəlin bir mənzərəyə baxaq. Məktəbi bitirdin, diplomunu aldın, valideynlərinin istədiyi o işə düzəldin, evləndin, uşaq sahibi oldun. Vəssalam. İçində bir səs sənə deyir ki, təbrik edirəm, sən artıq yetkin birisən, zirvədəsən. Amma bilin ki, bu zirvə deyil, bu bir intellektual ölüm nöqtəsidir. Bir çox insan bu sosial pillələri qalxdıqca elə bilir ki, hər addımda daha da müdrikləşir. Halbuki onlar sadəcə cəmiyyətin onlara verdiyi proqramı icra edirlər. Bir növ avtopilot rejiminə keçirlər. Diqqət yetirin, ətrafınızda nə qədər yaşlı uşaq var. Saçına dən düşüb, vəzifəsi var, ailəsi var, statusu var. Amma xasiyyətinə, reaksiyalarına baxanda qarşında 5 yaşlı bir uşaq görürsən. Kiçik bir tənqidə dözə bilmir, duyğularını idarə edə bilmir, hər şeyi fərdi qəbul edir. Niyə? Çünki o, inkişafı sadəcə həyatın fiziki mərhələlərini tamamlamaq sanıb. İnsanlar düşünür ki, evli olmaq və ya övlad böyütmək onlara avtomatik olaraq bir müdriklik vəsiqəsi verir. Xeyr, əgər sən hələ də öz qəzəbinə qalib gələ bilmirsənsə, əgər sən hələ də həyat yoldaşınla bir problemi qışqırmadan həll edə bilmirsənsə, sənin o ailə başçısı statusun sadəcə bir etiketdir. Bu insanlar üçün inkişaf dayanıb. Onlar artıq öyrənmirlər. Onlar sadəcə sistemin onlardan tələb etdiyi o mənasız ixtisas artırma kurslarına gedir, iş yerində daha yüksək maaş üçün lazım olan kağız parçalarını, sertifikatları toplayırlar. Amma ruhən yerində sayırlar. Onların sosial şəbəkələrdə izlədiyi kontentlərə diqqət edin. Bəsit, intellektual dərinliyi olmayan seriallar, kiminsə şəxsi həyatını müzakirə edən verilişlər, mənasız TikTok videoları. Dünya inanılmaz bir sürətlə dəyişir. Sənin 20 il əvvəl aldığın o diplom bugün sadəcə bir nostalji kağızıdır. Əgər sən özünü insan olaraq yeniləmirsənsə, sən geri qalmırsan, sən yox olursan. Burada söhbət yeni bir texnologiyanı öyrənməkdən getmir. Söhbət öz yaşının ağırlığına uyğun düşünməkdən gedir. Həqiqi inkişaf nədir? Emosional yetkinlik. Hadisələrə impulsiv deyil, analitik baxmaq. Empatiya bacarığı. Başqa bir insanın ağrısını, sevincini və ya baxış bucağını sadəcə görmək deyil, onu hiss etmək və anlamaq. Özünü analiz. Hər günün sonunda bugün mən hansı səhvimi düzəltdim sualını verə bilmək. Bəziləri deyə bilər, mən axşamlar kitab oxuyuram. Amma necə oxuyursan? Əgər oxuduğun kitabın qəhrəmanının çəkdiyi istirabı öz həyatına proyeksiya etmirsənsə, o obrazın verdiyi qərarları analiz edib öz xarakterini süzgəcdən keçirmirsənsə, sən sadəcə gözlərini vərəqlər üzərində gəzdirirsən. Həqiqi oxumaq müəlliflə mübahisə etməkdir. Oxuduğun hər sətirdə özünü axtarmaqdır. Albert Einstein deyirdi, təhsil məktəbdə öyrənilən hər şeyi unutduqdan sonra qalan şeylərdir. Sənin diplomun, karyeran, ailə vəziyyətin, sənin təhsilin deyil, sənin təhsilin heç kim görməyəndə kim olduğun, çətinlik qarşısında necə davrandığın və insanlara necə yanaşdığındır. İnsan o zaman yaşlanır ki, onun məqsədləri xatirələrindən daha kiçik olur. Əgər sən, mən artıq çatacağım yerə çatmışam deyirsənsə, sən artıq qocalmısan, hətta 25 yaşın olsa belə. Həqiqi ağıllı insan ömrünün son nəfəsinə qədər özünə daha necə yaxşı bir mən ola bilərəm sualını verən insandır. Cəmiyyətin sənə yüklədiyi o evli, işi gücü olan adam obrazı bir yalandır. Bu sadəcə yaşamaq üçün bir bazadır, zirvə deyil. Zirvə sənin daxili aləminin genişliyidir. Əgər sən hələ də bəsit seriallara baxır, hələ də qonşunun nə qazandığı ilə maraqlanırsansa, sən o yaşlı uşaqlar ordusunun bir əskərisən. Ona görə də yaşın necə olursa olsun, statusun nə olursa olsun, inkişafı dayandırma. Çünki ağıllı insan hər gün özünün yeni bir versiyasını kəşf edən insandır. Qalan hər şey sadəcə dekorasiyadır. Videonun sonunda demək istəyirəm ki, ağıllı olmaq bir nəticə deyil,
bir prosesdir və bu proses çox vaxt ağrılıdır. Çünki o səndən rahatlıq zonandan çıxmağı, deyinməyi dayandırmağı və hərəkətə keçməyi tələb edir. Sokratı xatırlayın. O, dünyanın ən müdrik adamı hesab olunurdu. Çünki o heç nə bilmədiyini bilirdi. Əgər sən hər şeyi bildiyini düşünürsənsə, deməli öyrənməyə yerin qalmayıb. Amma əgər bu videonu bura qədər izləmisənsə, deməli içində hələ də o axtarış var. İndi seçim sənindir. Ya o yaşlı uşaqlar kimi bəsit bir həyatın içində çürüyəcəksən, ya da ağlını bir alətə çevirib öz həqiqi taleyini yazacaqsan. Nə vaxtsa kimsə sənə ağıllısan, bəs niyə kasıbsan deyə soruşsa, ona bank hesabını deyil, dəyişdirdiyin həyatları, idarə etdiyin duyğuları və hər gün bir addım daha irəli getdiyin o yolu göstər. Çünki əsl zənginlik insanın öz üzərində qurduğu hakimiyyətdir. İzlədiyiniz üçün təşəkkürlər. Əgər bu video ruhunuza toxundusa, abunə olun və bu həqiqətləri eşitməyə ehtiyacı olan bir dostunuzla paylaşın. Hələlik.